Salam deyirəm hər kəsə, hər vaxtınız xeyir olsun. Mən bu story'unu çəkməkdən istədim bunu sizinlə bölüşəm ki, bir 10 gün olar ki, başqa heteraktorla biz müqatibə edirdik ta eləyə bilək bir sürət rayqan, hətta özüm və qurumla bahəm bu böyük qəhrəmanlığımızı bir yerdə cəşq tutaq. Bayım ki, mən bir Mucaz xanəndiyəm bu məmləkətdə və Mucaz xanəndə sayılıram və elə bugünkü kimin ki, əlan da Urumiyə yolundayım və bu gecə orada konsertimiz var. Təəssüfənə şəxsi səliqə demək olar da, səlahiq şəxsi ilə bu bərnaməni qaban aldılar və mən bəzən story paylaşaram ki, adam öz şəhrində qərib olmaq biraz çox pisdir və çətindir. Elə mesdağı dəqiqən bu gündür. Niyə ki, o insan öz şəhrində qərib olar ki, öz şəhrində, öz timi ilə, öz məhbub timinin yanında oxumağından və onunla dəqiqələrin istədiyi bölüşmağından məhrum olur. Var olasın.